Dostlar, bugün sizə alma yarpağında unlu şeh kimi bildiyimiz unlu şeh xəstəliyidir. Bunu yaradan Potospira leukotrica göbələyidir. Bu bir göbələk xəstəliyidir. Almada məhsuldarlığa ciddi təsir edən bir göbələkdir. Əlamətləri gördüyünüz kimi yarpağın üst hissəsində, bəzən alt hissəsində bu cür un kimi ağ toz olur. Əslində bu toz deyil, göbələk miseli və ya sporlarıdır. Yəni misel və sporların köməyi ilə belə deyək, xəstə yarpaqdan sağlam yarpağa doğru hərəkət edərək bütün ağacı zəbt edir. Bunun nəticəsində yarpaqlar bükülür, bəzən də daralır və inkişafdan qalır. Zoğlar quruyur. Gördüyünüz kimi zəifləyir. Belə deyək, meyvələrin səthində də ağ örtük yarana bilər. Bu da onların deformasiyasına uğrayır. Bu cür. Yayılma şəraiti: xəstəlik əsasən rütubətli və mülayim hava şəraitində sürətlə yayılır. Göbələk qışda yoluxmuş tumurcuqlarda misel şəklində qalaraq yazda yenə əlverişli mühit olduqda aktivləşir. Mübarizə tədbirləri: yoluxmuş budaqdır, tumurcuqdur, yarpaqdır, kəsilib bağdan çıxarılmalıdır, məhv edilməlidir. Ağacın içi hava işləyəcək şəkildə budanmalı. Kimyəvi mübarizə fungisidlərlə, toz kükürdü belə yarpaqlara, gövdəyə çiləyərək aradan qaldırmaq olar. Dərman nə ata bilərsiniz? Kapitan dərman atmaq olar, 10 litrəyə 30 qram olacaq şəkildə. İndi mən sizə mikroskopda sporlar necə görünürsə, sporun formasında göstərəcəm. Gördüyünüz kimi mikroskop altında sporlar belə görünür, bu formadadır. Mən sizə daha yaxından göstərəcəm. Gördüyünüz bu yaşıllar. Gördüyünüz bu yaşıl sporlarıdır, unlu şeh xəstəliyinin. Bu sporlar vasitəsilə yarpaqlarda çoxalır. Videom maraqlı oldusa bəyənib like qoymağı unutmayın. Çox sağ olun.